Varikosel haqqında ən çox verilən sualları topladıq və onları qısa-qısa cavablayaq. Buyurun. Varikosel nədir? Hansı səbəblərdən yaranır? Varikosel bildiyimiz kimi xaya damarlarının genişlənməsidir. Əsasən sol xəyata rast gəlinir. Daha çox yaranma səbəbləri ağır fiziki işlər, oturaq həyat, genetik faktorlar və s. səbəblər. İkinci sual. Varikosel sonsuzluğa səbəb olurmu? Varikosel hər zaman deyil, amma bir çox hallarda uzun müddət qalarsa, bu təbii ki, varikoselin dərəcəsindən, xayaya vurduğu təsirdən asılı olaraq spermada olan göstəriciləri düşürə bildiyi üçün irəlidə kişi sonsuzluğunun səbəbkarı ola bilir və statistikaya görə kişi sonsuzluğunun ilk səbəbkarlarından biridir. 3. Varikoselin simptomları hansılardır? Varikosel bəzən simptomları olar, bəzən isə heç bir simptomu olmaz. Ağrı, xayada olan genişlənmə, xaya dərisinin sallanması, ağır işlər zamanı diskomfort yaranması və s. hallarda varikoselin simptomlarını rahat şəkildə pasiyentlər özündə hiss edə bilirlər və əlavə olaraq müayinə zamanı. 4. Varikosel müalicə olunmazsa nə olar? Bildiyimiz kimi varikosel cərrahi xəstəlikdir. Varikoselin dərmanla, medikamentoz heç bir müalicəsi yoxdur. Əgər ehtiyac olarsa, varikosel düzəldilməsi yalnız cərrahi yolda olur. Amma onu da qeyd edim ki, bütün varikosellər əməliyyat olunmaz, düzəldilməz. Əgər ehtiyac olan, əməliyyat göstərişi olan bir varikosel müalicə olunmazsa, aradan qaldırılmazsa, bu xaya həcminin kiçilməsinə, spermada olan göstəricilərin düşməsinə, dolayı olunan sonsuzluğa, uzun müddət zamanda isə cinsi zəifliyə qədər gətirib çıxara biləcək problemlərə səbəb ola bilir. 5. Varikoselin təbii yolla müalicəsi mümkündürmü? Qeyd etdim ki, varikosel cərrahi xəstəlikdir. Düzəldilməsi yalnız cərrahi və xüsusilə mikrocərrahi, yəni böyütmə cihazı altında olunması əməliyyatın effektivliyini artırmaqdadır. Bu, gələcəkdə əməliyyatın təkrar yaranma riskini azaldır, hidrosel riskini azaldır və s. Yəni, keyfiyyətli, düzgün bir həyata keçirilməsi üçün böyütmə, görüntü altında olması əsas tövsiyələrdən biridir. 6. Varikosel əməliyyatından sonra neçə günə sağalma görülür? Varikosel çox qısa müddətdə, bir neçə gün içərisində sağala bilir, amma əməliyyatdan sonra müəyyən tövsiyələr edilir. Müəyyən bir müddət ağır fiziki işlər, ağır idmanlar olunmaması tövsiyə olunur və bərpa olunan müddəti isə çox qısa zamandadır. 7. Varikosel əməliyyatından sonra sperma keyfiyyəti dəyişirmi? Varikosel əməliyyatından sonra düzgün icra olunmuş, düzgün seçilmiş pasiyent və hər şey texniki olaraq doğru aparılıbsa, adətən əməliyyatdan 3 aydan sonra sperma göstəricilərində olan dəyişikliklər bərpa olunur. 8. Ən çox hansı yaşlarda görülür? Adətən gənc yaşlarda görülür.